16 yaşlı bir qız yoxa çıxır. Şübhəli şəxs, bir müəllim və geriyə qalan sirli gündəlik. İtkin düşməmişdən əvvəl gündəliyə yazdığı son cümlə belə idi. Müəllim bugün çox qəribə davranırdı. Bu müəllim kimdir? 16 yaşlı Aynur necə yoxa çıxıb? Bəlkə də müəllimdən yox, başqa bir şəxsdən şübhələnmək lazımdır. Videonu sona qədər izləsəz, hekayənin əvvəlində düşündüklərinizin tamamilə yanlış olduğunun fərqinə varacaqsınız. ...1992-ci ildə Ermənistanla cəmi 4-5 kilometr sərhəddə yerləşən Kəmərli kəndində itkin düşmüş Aynur haqqında xəbər yayılır. Ailəsinin dediklərinə görə o məktəbdən evə gəlib, daha sonra isə ədəbiyyat müəlliminin çox tapşırıq verdiyini və sabaha qədər bunları oxuyub bitirməli olduğunu bildirir. Bu sözləri deyib, yemək belə yemədən otağına gedir. Təxminən 2 saat sonra, yəni axşam saat 5-6 arası otağından çıxaraq anasına deyir ki, dərs ləvazimatı üçün kitabxanaya gedib gəlirəm. Amma anasının unutduğu bir şey var. Kənddə olan kitabxana artıq 2 ildən çoxdur ki, işləmirdi. Aynurun gedişindən bir neçə saat keçir, amma ondan hər hansısa bir xəbər olmur. Narahat olmağa başlayan ailəsi bütün qonşulara və qohumlarına xəbər verir. Beləliklə bütün kənd Aynuru axtarmağa başlayır. Kəndin hər bir yanını, meşəlik ərazini, hətta bir ehtimal olaraq kəndin yanındakı gölü belə axtarırlar. Amma 16 yaşlı qızdan nə bir iz, nə də hər hansısa bir xəbər var idi. Polis Aynurun otağından bir gündəlik tapır və bu gündəlikdə yazılan bəzi cümlələri dəlil kimi istifadə edə biləcəklərini düşünürlər. Gündəliyə yazılan bəzi cümlələr belə idi. Dərs zamanı mənə qəribə baxır. Mənə deyir ki, sən fərqlisən. Bu isə məni qorxudur. Əlavə olaraq bəzi simvolik cümlələr də var idi. Hər şeyi bilirəm, amma danışmaq istəmirəm. Əgər bu dəftər tapılsa, qaçıb gedərəm. Və suallara aydınlıq gətirən cümlə belə idi. Artıq ədəbiyyat dərsinə girmək istəmirəm. Gündəliyə yazılan bu cümlə ilə bəzi fikirlər üst-üstə düşür və bütün şübhələri 35 yaşlı ədəbiyyat müəlliminin üstünə atır. Elçin bir ildən artıqdır ki, kənd məktəbində ədəbiyyat müəllimi idi. İlk başda sakit və mədəni birinə bənzəsə də, keçmişi ilə bağlı bəzi bilinməyənlər ortaya çıxır. 2 il əvvəl Şirvanda müəllim işləyərkən anidən işdən uzaqlaşdırılır və heç bir səbəb göstərilmir. Həmin il isə 4 şagird bu müəllimdən şikayət edərək məktəbini dəyişmişdi. Şübhəli şəxs sorğu-sual edilir və o bildirir ki, Aynurun son vaxtlar ədəbiyyat dərsinə marağı olmasa da, ondan tez-tez şeir kitabları alırmış və evdə oxuyurmuş. Müəllimin evində tapılan şəxsi qeydlərdə Aynurun adının keçdiyi bəzi kağızlar tapılır. Amma o, bu qeydlərin Aynura verdiyi kitablar üçün olduğunu bildirir. Əlavə sübut olmadığı üçün müəllim sərbəst buraxılır. Kənd cəmaatı isə hələ də müəllimdən şübhələnirdi. Aynurun evdən çıxarkən bəhs etdiyi köhnə kitabxanadan müəllimə aid bir şeir kitabı tapılır və bir gün sonra isə naməlum şəxs tərəfindən bu kitabxana yandırılır. Əsaslı bir səbəb olmasa da, bütün şübhələr yenə də müəllimin üstündə idi. İnsanlar onun evinin divarlarına qatil yazır, pəncərələrinə daş atırdılar. Bu təzyiqlərə dözməyən müəllim bir müddət sonra kənddən köçüb gedir. Tarixlər 1995-ci ilin payız ayını göstərən zaman Aynurun ailəsinə bir xəbər gəlir. Qızınız sağdır. O sabah Azərbaycana gətiriləcək. O, 3 ildir ki, ermənilər tərəfindən əsir götürülübmüş. 1995-ci ildə beynəlxalq əsir mübadiləsi zamanı 3 vətəndaşımız bizə təhvil verilir və onlardan biri isə Aynur imiş. Hər kəsin şübhəli olduğu bu hekayədə onun necə yoxa çıxması yəqin ki, hamıya maraqlıdır. Özünün dediyi məlumata əsasən mən kitabxanaya yox,
çay kənarına gedirdim. Biri arxadan yaxınlaşdı və məni sürüyüb apardı. Maşında huşumu itirmişdim. Ayılanda isə ermənilərin məni əsir götürdüyünü başa düşdüm. Aynurun gözlərindəki yorğunluq, üz ifadəsindəki susqunluq 3 ildə nələr çəkdiyini anlamağa bəs edirdi. Hekayənin sonunda gənc qız sağ olsa da, Elçin müəllim şübhəli şəxs olaraq yaddaşlarda qaldı.